200 min Azərbaycan türkünü öldürüblər. Kürdlərlə birləşiblər. Urmiya və onun ətrafında 200 min. Özdə burada çox maraqlı bir şey var. Bütün xalqlar öz tarixində bu cür qanun hadisələrlə bağlı bilirsiniz də, indi məsələ qaldırırlar, ən azı bir xatirə abidəsi qoyurlar, beynəlxalq məhkəməyə müraciət edir və tarix. İran rəhbərlərinin biri bu günə qədər Urmiya ətrafındakı o 200 min qırğınla bağlı ağzına danışmır. Çünki o da ölənlərin hamısı Azərbaycan türkləri olur. Bizim İranla öz aramızda sədd çəkməyə ehtiyacımız yoxdur. Zaten sədd Azərbaycan ürəyindən keçəcək. Bizim İranla sərhədimizi ya Tehrandan çəkək. Əgər biz çəkmək çəkəsi olsa. Çəkəsi olsa. O sərhəd oradan keçməli. Yəni, əgər Farslarla türklərin arasında. Yoxsa Cənubi Azərbaycanla biz öz aramızda necəsə çəkə bilərik. Bizim dövlət sərhədimiz Arazdan keçir, amma milli sərhədlərimiz Tehrandan keçir.